Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Artıq yüklər Azərbaycandan tranzit keçməklə Ermənistana göndərilir. Azərbaycan işğal dövründən mövcud olan Ermənistana tranzit yüklərin idxalı ilə bağlı, göndərilməsinə bağlı məhdudiyyətləri aradan qaldırıb. Artıq Azərbaycandan tranzit keçməklə Ermənistana yüklər göndərilir. Bildiyiniz kimi ötən gün Rusiyadan göndərilən yük Azərbaycandan tranzit keçməklə Ermənistana göndərilib. Böyükəsir stansiyasından 15 vaqondan və 1048 ton 800 kiloqramlı ibarət taxıl məhsuludur. Artıq Qazaxıstandan da Azərbaycandan keçməklə yüklərin daşınmasına başlanılıb. Ermənistan istiqamətində artıq gördüyünüz kimi qatar Biləcəri stansiyasındadır. Deməli qatar 15 vaqondan ibarətdir, 1000 tona yaxın taxıl məhsuludur. Qatar bugün Biləcəridən yola düşməklə Hacıqabul Böyükəsir istiqamətində hərəkətini davam etdirəcək. Ardınca Gürcüstan və Ermənistan istiqamətində qatar yola salınacaq. Və qeyd edim ki, artıq növbəti mərhələdə həm Qazaxıstandan, həm də Rusiyadan Ermənistana, Azərbaycan ərazisinə tranzit keçməklə növbəti yüklərin partiyasının göndərilməsi gözlənilir.